Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya vəl mürsəlin. Nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcmain. Əmmə ba'd. Qiyamətin böyük əlamətləri mövzusunda növbəti əlamət Mehdinin doğulmasıdır. Və Mehdi necə ki Allah Nəbisi sallallahu aleyhi və səlləm Əbu Davud və Tirmizinin rivayət etdiyi hədisdə bizə Allah Nəbisi sallallahu aleyhi və səlləm tanıtmışdır və buyurur ki, onun adı adımla, atasının adı da atamın adı ilə eyni olacaq. Yəni Muhammed ibn Abdullah. Yəni Muhammed atasının adı Abdullah, baba adı da Abdülmuttalib olacaq. Və Mehdi haqqında olan hədislər mutavatir səviyyəsindədir. Necə ki İmam Şevkani rahimehullah və həmçinin Muhammed Həsən Sıddiq xan rahimehullah zikr ediblər bu barədə ki, Mehdi haqqında olan hədislər mutavatir dərəcəsindədir. Və Mehdi əleyhissalam İsa əleyhissalamın deməli enməsindən əvvəl olacaq və digər bidət firqələrinin bildirdiyi kimi, yəni Mehdi əleyhissalam zuhurdadır, yəni zuhur etməyəcək və ya qeybə çəkilməyib, o doğulacaq və əhl-i-sünnənin etiqadıdır və yeganə qeybdə olan, yəni Allah Taala'nın özünə tərəf qaldırdığı İsa əleyhissalamdır. Və Mehdi necə ki bilirsiniz, barakallahu fikum, Dəccal çıxdıqdan sonra ona qarşı mübarizə aparan, yəni vuruşan ordunun başında olacaq. Lakin onun öldürməsi isə İsa əleyhissalam tərəfindən baş verəcək. Və Mehdinin vəfatı haqqında müxtəlif alimlər ixtilaf etsələr də bu barədə bəzi mənbələrdə gəlir ki, İsa əleyhissalamın yəni yer üzərində olduğu zaman baş verəcək bu hadisə, yəni onun vəfatı və müsəlmanlar tərəfindən və bir rivayətdə gəlir ki, İsa əleyhissalam tərəfindən cənazə namazı qılınacaq və dəfn olunacaq. Və bu da qiyamətin növbəti böyük əlamətlərindəndir. Və növbəti əlaməti isə bundan sonra baş verəcək əlamətlərdən isə yerin batması hadisəsidir. Buna xasf deyirlər, xasf hadisəsi. Və yerin batması hadisəsi bizim bildiyimiz torpaq sürüşməsi kimi adi hadisələrdən deyil. Yəni bu elə bir şey ki, böyük bir əlamətdir və digər əlamətləri yaxın zamanlarda olacaq. Və Huzeyfə bin Useyd Əl-Ğıfari radiyallahu anh'ın hədisi var, Müslimin rivayət etdiyi hədisdir və buyurur ki, biz qiyamət barədə danışarkən bir gün Allah Nəbisi sallallahu aleyhi ve sellem yanımıza gəlib soruşdu ki, nə haqqında danışırsınız? Və dedi ki, qiyamət haqqında, ey Allah Resulü, və dedi ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem 10 şeyi görmədikcə qiyamət qopmaz. Onlardan və sonra Allah Nəbisi bu 10 şeyi sadalamaya başlayır və buyurur ki, onlardan birincisi duman, Dəccalı, yer heyvanının çıxmasını, yəni Dəbbatul Ard, günəşin batdığı yerdən doğmasını, İsa ibn Məryəmin enməsini, Yəcuc və Məcucu və xasf hadisəsi, yəni yerin çökməsi hadisəsi. 3 yerdə yerin çökməsi hadisəsi, biri şərqdə, biri qərbdə, digəri isə Ərəb yarımadasında deyə zikr edilir. Və bu hadisələrin hər biri bir-birinin ardınca baş verəcək. Necə ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm bu qiyamətin böyük əlamətləri barəsində bizə xəbər verirkən buyurur ki, ipdən qopmuş muncuqlar kimi ard-arda baş verəcək. Yəni necə ki, ip qopanda muncuqlar bir-birinin ardınca sıralaması ilə düşürsə, qiyamətin əlamətləri də bu cür bir-birini təqib edəcək. Yəni bir-birinin ardınca baş verəcək. Və bu hadisədən sonra, yəni yerin batması hadisəsindən sonra günəşin qərbdən doğması hadisəsi baş verir. Və bu günəşin qərbdən doğması hadisəsi deməli Quran-Kərimdə Allah Subhanahu va Taala bu barədə Ənam surəsinin 158-ci ayəsində bizə bildirir. Hansı ki, bu hadisə artıq tövbə qapısının bağlanması bu hadisə ilə baş verir. Allah Taala buyurur ki, Ənam surəsinin 158-ci ayəsində: "Həl yanzuruna illə an ta'tiyahumul mələikatu aw ya'tiya rabbuka aw ya'tiya ba'du ayati rabbik." Allah Taala buyurur ki, yoxsa onlar özlərinə ancaq mələklərin, yaxud Rəbbinin və ya Rəbbinin bəzi ayətlərinin gəlməsini gözləyirlər. Yəni burada Allah Taala'nın bəzi ayətlərinin gəlməsi dedikdə alimlər buyurur ki, yəni günəşin məğribdən, yəni batdığı yerdən çıxması hadisəsidir. Sonra Rəbbimiz Azza və Cəllə ayəyə davam edir. Buyurur ki, "Yevmə yəti ba'du ayati rabbika la yenfa'u nefsen imanuha lem tekun amenet min qablu ev kesebet fi imaniha xayra." Və Allah Teala buyurur ki, Rəbbinin bəzi ayətləri gələcəyi gün, yəni o gün günəşin məğribdən çıxacağı gün, deməli əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə artıq onun iman gətirməsi fayda verməyəcək. Və Allah Teala buyurur ki, ayənin davamında: "Qul intəziru inna muntəzirun." Allah Teala buyurur ki, gözləyin, şübhəsiz ki, biz də gözləyirik. Və bu
ayə ona dəlalət edir ki, həm qiyamətin əlaməti, böyük əlamətlərdən biri günəşin məğribdən çıxmasıdır və həmçinin bu, vaxt artıq tövbələrin qəbul edilməməsidir. Yəni tövbə qapısının bağlanmasıdır. Allah Rəsulü sallallahu əleyhi və səlləm də həmçinin Buxari və Müslimin rəvayət etdiyi hədisdə buyurur ki, günəş qərbdən doğana qədər qiyamət qopmaz və insanlar bunu gördüyü zaman iman gətirərlər. Artıq bir maneə yoxdur. Artıq onlar inanırlar. Bəzi şəxslər, yəni, bu Allah Taala'nın əslində yer üzərində olan imtahanıdır insanlara ki, bu, yəni möminlə kafiri, yalançı ilə sadiqi ayırmaq üçündür ki, bu məsələlər bizim üçün qeybi məsələlərdir. Yəni biz buna görmədən iman. Bəzi şəxslər deyirlər ki, yəni hamı oradan gələn, yəni bu axirət gününə, və yaxud da ki, qəbir əzabına, qəbir nemətinə şübhə edərkən deyirlər ki, yəni hanı oradan gələn varmı, xəbər verən varmı? Lakin Allah Taala əgər belə olsaydı, o zaman, yer üzərində yaşama məqsədi və yaxud da ki, bu qayə itərdi və imtahanın mənası qalmazdı. Və ona görə də və ona görə də, deməli Allah Taala bu şeyləri bizim üçün qeyd edib ki, niyə görə? Həqiqi iman edənlə yalançıları fərqləndirsin deyə. İnsan ona görə görmədiyi şeyə inanmaq barəsində, yəni tərəddüd içində olur. Lakin iman gətirən, Allah Taala'nın vədinin haqq olduğunu bilən insan bu qeyb məsələsi olsa da, o qeyb olsa da iman gətirir. Necə ki, Allah Taala Bəqərə surəsinin 2-ci ayəsində buyurur ki: "Zəlikəl kitabu la raybe fih huden lil muttaqin ellezine yu'minuna bil gaybi." Onlar o kəslərdir ki, möminlər o kəslərdir ki, onlar, neynirlər? Qeybə iman gətirirlər. Yəni möminlərin sifətlərindən ki, onlar görməsə də onlar iman gətirirlər. Və bu hadisə baş verdikdə qiyamət gününün böyük əlamətlərindən Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, insanlar bunu gördüyü zaman iman gətirirlər. Lakin bu artıq, bu imanın insanlara fayda vermədiyi, insanlara fayda verməyəcəyi bir gündür artıq. Və həmçinin, Buxarinin rəvayət etdiyi hədisdə Əbu Zər Əl-Ğifari radiyallahu anhu deyir ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm belə deyir ki, bilirsənmi günəş hara gedir? Yəni günəşin, məğribdən çıxması necə baş verir? Və Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, bilirsənmi günəş hara gedir? Və sahabə deyir ki, Allah və Rəsulü daha yaxşı bilir və Allah Nəbisi sallallahu əleyhi və səlləm buyurur ki, gedib ərşin altında, yəni hər dəfə günəş batdıqda ərşin altına gedərək Allah Taalaya səcdə edir və Allah Taala'dan yeni bir, günə doğması üçün Allah Taala'dan izin istəyir və Allah Taala ona izin verir. Yəni ona izin verilir. Elə vaxt gələcək ki, onun izni qəbul olunmayacaq. Elə vaxt gələcək ki, onun izni qəbul olunmayacaq. Yəni çıxması üçün, yenidən yeni günə doğması üçün Allah Taala'dan izin istəyəcək, lakin Allah Taala o qiyamətin gəldiyi zaman izin verməyəcək və buyuracaq ki, ona gəldiyin yerə geri qayıt. Gəldiyin yerə geri qayıt deyiləcək və beləcə o qərbdən doğacaq və beləcə o qərbdən doğduğu zaman da qiyamətin artıq dəqiqləşmiş saatlarına əlaməti baş verəcək və insanların heç birinin artıq o günə qədər iman etməmiş, imanında şəkk-şübhə olan insanların onlardan imanı artıq gördükdən sonra qəbul edilməyəcək və doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.